Hamınıza salamlar. Yeni bir Brawl bölümünə hamınız xoş gəlmisiniz. Bugün sizə birlikdə 50.000 kupa oluruq və bu videomda özəl olaraq Azərbaycan versiyonudur. Yəni bunu da deyim, səslə bərabər, yəni video kaydı biraz dəyişik ola bilər, amma çalışdığım qədərilə eyni olmağa çalışacağam. İndi dostlar, keçək ən sevdiyimiz karakteri təbii ki də Shelly oynayacağam, çünki mənim ən böyük hədəfim idi bu ki və buna Shelly bacarmaq istəyirəm. Və ən sevdiyim, yəni ən uğurlu kostyumum olan klasik Shelly oynayacağıq. Çünki klasik Shelly mən nə vaxt Shelly kassam, həmişə klasik Shelly kasmışam. Tək ki bu kostyumuna gələn qədər, həm də o mənim ilk Shelly kostyumum olub. Və Shelly kostyumumuzu seçdik. Görürsünüz, 1000 kupa Shelly'miz var. Bir yandan da 49.996 kupamız var və tez maçımıza keçək. Aha, tek hesaplaşmadı. Görürsünüz burada Mortis, Gale falan filan var idi. 4-cü olmalıyıq əslində, amma 4-cü olmalıyıq ki 4 kupa alaq minimum, yəni 4-cü olmamız lazımdır. İndi buradan ikinci yükümüzü aldıq. Burada Mortis var. Mortislə teaming oluruq və dostlar, yəni bu videoda əlimdən gəldiyincə teaming falan olmalıyam. Çünki yəni bu videoda özel bir videoda, həm də yəni çalışmalıyam ki udum. Yəni teaming, pusu və bəlkə də oynamaya bilərəm. Yəni bunu indidən sizlərə demiş olum. 8 nəfər qaldı. İndi altda çalıda yoxlayaq. Çalıda heç kim yoxdur indi. Və bunu məcbur satmalıyam. Və çünki yəni nə qədər kill azalsa, adam sayı azalsa o qədər yaxşı olar. İndi biraz da pusu time eləyək məncə. Yəni bugün çox həyecanlıyam açıqcası, çünki ən sevdiyim, ən böyük hədəfimi eləyirəm baxışın. Ən böyük hədəfimi bacaracağam və həqiqətən çox həyecanlıyam və 5 nəfər, bir nəfər daha ölsə və biz dostlar inana bilmirsiniz. Bir nəfər daha ölsə 50.000 kupa oluruq. Yəni bilmirəm tam olaraq 4-cü olanda mən bilən 3 kupa ya da 4 kupa verir. 3 kupa verməsə yaxşıdır, o yüzden biraz zayıf 3-cü olmağa çalışacağım. Aha, indi yenə pusu time eləyirik burada. Yəni zaten 1000 kupası kasanlar, yəni belə etməlisən, gedib ortalıqda oynaya bilməzsən. Ortalıqda da bir Angel varsa, yəni bu mümkünsüzdür demək olar həqiqətən də. Aha, indi burada Angel burada hayda kastı. Hayda, o da kasmasaydı dostlar 100% o Angelo öldürərdim. Aha, indi burada Angelo gəlir. Aha, bunu vura bilmədi, qəşəng, çox qəşəng. Aha, və dostlar deyəsən 50.000 kupayıq. İnana bilmirəm qalırsa da həqiqətən. Deyəsən 50.000 kupayıq. Bir dəqiqə. Nə ola, bir nəfər də olsa tam olaraq garanti aldım, amma ayda öləcəm, öldüm. Yoxam bu dəqiqə deyəsən. Aha, hadi vur da, vur Angelo, vur. Nəsə. Və dostlar 50.000 kupa özü ikinci oluruq. Özümüzü qaza atmaqdan ikinci oluruq dostlar. Və Shelly'mizdə kupa gəlir. İndi Shelly'mizdə 1012 kupa olur və 50.008 kupa oluruq. Xeyirli olsun arzularım. İndi efsanevi star hediyesi atırıq. Sonra da fizikəmə keçirik. Tez efsanevi star hediyesini açaq. Efsanevi star hediyesi gəlir və ayda dostlar orada şanssızlıq oldu, amma nəysə tez facecam'a keçirəm. Hamınıza salamlar. Yəni facecam'dan salamlar. Doğru salam vermişdim, amma yenə salam verim. Uzun bir vaxt sonra məni facecam'dan görürsünüz. Yəni əslində və qəribə oldu həqiqətən sizin üçün. Mən bu videoyu çəkdiyim tarix deyim 19 iyundur. Bağışlayın, may. Siz bunu yəqin iyun 24'də falan izləyəcəksiniz, ortalar. Sıqaraq tutayım. Ortalar izləyəcəksiniz. Yəni ilk öncəliklə başlamaq lazımsa, mənə bu yolda dəstək olanlar altdan çəkim. Azərbaycan Yusif və Sənan, bunların ikisi mənim ömürlük dostum idi. Bunlarla çoxlu xatirələrimiz oldu bu oyunda və həqiqi həyatda. Bunlar, ondan sonra Azərbaycanın bəzi tanışlarım, hələ üzünü görmədiyim, amma həqiqətən çox mənə yaxın olan insanlar, Anar və Ülvi. Buradan hamısına çox təşəkkürlər və ürəklər göndərirəm. Türkiyədə də Muhammed və Alpın, buradan çox təşəkkürlər ediyorum. Onlar bana toplam ikisi bir yerdə 2-3 bin kupa kazandırmışdır. Dostlar, deməli, indi
bilirsiniz, yəni mən Browser'da başladığımın ilk xəyalım idi. Hər zaman Browser'da başlamışdım ilk günüm. Dedim 50.000 kupa olum. Yəni buna da təbii ki 2021-ci ildə, yəni 4 il sonra bunu bacarırıq. Nə qədər gec bir zaman olsa da, amma yenə də bacarırıq. Həqiqətən çox sevinçliyəm. Dünən gecə həqiqətən yəni kasırdım artıq. Dünən gecə 49.300 kupaydım. Gecə oturdum, kastım 700-800 kupa və buralara gəldim. 700 kupa, 650 kupadan sərdə kasmışdım. Yəni çox çalışdım bu video üçün, çox istədim və bacardım. Pi səviyyəsində, sağ olsun. Yəni çox sevincliyəm. Buradan da yəni məni izləyəndə bu yolda məsələn heç bir zaman məndə burada çək olmadı. Hər 50.000 kupada çəksəm istəyir videolar olsun, istəyir yanlardan çox, yəni 50.000 kupa olasan, bacarasan, gəlsən bir yerdə qasaq deyənlərin hamısı oldu takipçilərim qarşı. Təbii ki, takipçilərimlə də qaçmışıq. Yəni indiyə qədər məndən kupa qasan takipçilərimin hər biri burada izləyirsə, onlara da çox ürəklər göndərirəm. Yəni bugün də belə 50.000 kupa olduq. İnşallah bundan sonra YouTube'da da devam edəcəyik. Və YouTube'da da daha yaxşı bir yerə gəlməyə ümid edirəm ki, birisi xəyalımız var 5.000 kupa. Aha dostlar, yəni bu videoda bu qədərdir. Bir facecam açım dedim, özümü bir görün dedim. Və bundan sonra bəlkə facecam videolar gələ bilər, yəni. Aha. Yəni amma burada bu, yəni bu kamerayı gətirəndə bu barmağım, yəni belə oynayanda bu barmağım mənə facecam'ı pis göstərdi. Yəni facecam açmaq istəmirdim. Amma bəlkə ekranı tərs çevirib elə bir şey də eləyə bilərəm, amma nəyəsə. Onları sonra fikirləşərik. Nəsə dostlar, yəni çox da fazla danışmadan deyim, özünüzə çox yaxşı baxın, Allah'a əmanət olun, sevilirsiniz və bay bay.